fitnə zamanında deyir, o 2 yaşlı dəvə balası olur. Nə belüz olsun minməyə, nə də döşüz olsun sağmağa. Çünki o yaşda dəvə nə süd vermir, nə də minilmir. Elə ortada yer, ucda gəzir. Yaxşı belə deyərlər də. Yəni, heç kimin işinə qarışmır, heç kim də bunun işinə qarışa bilmir. Əli Əleyhissalam da deyir ki, o cür olun, nə belüz olsun minməyə, nə döşüz olsun sağmağa. Yəni, heç kimə şey vermir. Yəni, heç kəs sizdən istifadə eləməsin. Heç kəs sizdən istifadə eləyə bilməsin. Bəhanə vermir. Kimlər üçün şərait yaratmır. Bir kəlmə özlə millətin və dinin... İstismar olunursan da, alət kimi istifadə olunursan. İstismar olunursan. Öz lazım bir var ki, məsələn, istismar eləmişəm. Bir dənə çəkicdə onunla elə mən taxtaya mismar vururam. Budur. Bir də var istismar olunandan sonra. İmam Səccad Əleyhissalam Zöhriyyə məktubunda nə deyir? Nələr deyir də biz onu burada desək gələ bir üçün danışaq. Deyirsən, bədbəxt. Bir var gedirsən orada bir qarın çörəyi işləyirsən. Bir var gedirsən orada, məsələn, bir işlə məşğulsan. Bir var sənin ora getməyin dünyada fitnə yaradır. Gör, kimləri şəkkə salır, kimlərdə məhəbbət yaradır, kimlərdə nifrət yaradır.